Değerli izləyicilərimiz, salam və həmişəki kimi hər vaxtınız xeyir olsun. Bu gün sizlərə belə bir möhtəşəm 4 otaqdan ibarət 3 sotun içərisində əsas yoldan da cəmi 10-15 metr məsafədə yerləşmə yerdə harda Maçlar qəsəbəsində Vişnovka bağlarına gedən yolun üzərində marşrut xəttindən də asfalt yoldan da cəmi 10 metr məsafədə belə bir möhtəşəm 4 otaqlı super təmirli evlə qarşınızdayım. Dəyərli izləyicilər, hal-hazırda gördüyünüz kimi evin həyətyan sahəsindəyik. Yəni rahatlıqla da həyətinə bir neçə maşın, rahatlıqla 3-4 maşınların daxil ola bilər. Darvazası gördüyünüz kimi qardaşım zəhmət olmasın çəki təqdim edir hörmətli izləyicilərimizə. Darvazası da pultla idarə olunan jalüz tipli darvazadır. Qazı, suyu, işığı hamısı sayğacları mövcuddur, daimidir. Və həyətinin bu hissəsində yerləşir belə bir həm əldamı kimi istifadə etmək üçün, həm də kombinin quraşdırılması üçün belə bir yerdir, gördüyünüz kimi geniş bir yer və hər bir həyət evində olması gərəkən belə bir sanitar qovşaqdır həyətinə aid və bu ev sahibi də burada duş da fikirləşib gördüyünüz kimi duşuna qədər var. Sanitar qovşaq və hamam otağı həyətdə də var, evdə də var. Və bir nüansını sizin nəzərinizə çatdırım ki, gördüyünüz bu ev həm sağ tərəfdən, həm sol tərəfdən heç bir arxa divara falan birləşməyib, hasara birləşməyib. Arxasına keçmək rahatlıqla mümkündür, yəni fırlanmaq olur evin ətrafında. Keçək indi evin əsas məsələ olan evin otaqlarına sizi göstərim, təqdim edeyim. Ev özü yerdən kürsüldür. Və evin belə bir geniş, böyük bir terası var, hörmətli izləyicilərimiz. Bax, gördüyünüz kimi, rahatlıqla yəni burada əyləşmək olur, qonaqlığı lap vermək olar burada, o qədər böyükdür ki. Və mətbəxdən də birbaşa terasına çıxışı var. Keçən evin içərisinə, oradan sizə qapıdan təqdim edəcəyim ki, inşallah. Və üzrdən ayaqqabılarımızı çıxardaq. Və bura evin koridor olan hissəsidir. Onu da qeyd edim ki, qardaşım zəhmət olmasa yeri çək göstər. Koridoru, sanitar qovşağı, hamam otağı və mətbəxi istipoldur. Gördüyünüz bu evdə mətbəx mebelinə qədər yığılıb. Ev sahibinin dediyinə görə membrandandır, keyfiyyətli materiallardan yəni istifadə olunub. Yığılmasında belə bir mətbəx mebeldir, hədiyyədir alan şəxsə. Və dediyim kimi, buradan qapıdır birbaşa terasa çıxışı üçün. Keçək indi digər otaqlara. Evin hündürlüyü də gördüyünüz kimi hündür, normal, gözəl, işıqlı və havalı evdir. Buradan sağ hissədə, məndən sağda qonaq otağıdır. Belə bir geniş, böyük qonaq otağıdır. Şəbəkə stil pəncərədir. İstilik sistemi də digər otaqlarda, yataq otağında, qonaq otağında kombi xəttləri çəkilib. Amma o biri digər saydıqlarımda isə istipoldur. Burada belə bir kiçik bir yataq otağıdır. Uşaq otağı kimi istifadə etmək olar. Ev özü də cütdaşdandır. Yəni, keyfiyyətinə də əmin ola bilərsiniz ki, keyfiyyətli materiallardan istifadə olunub tikintisində. Bura belə bir böyük bir yataq otağıdır. Onu da qeyd edeyim ki, gördüyünüz bu pəncərələr hamısı evin arxa həyətinə yəni baxır. Gördüyünüz kimi, təqdim etsin mənim qardaşım oranda sizə. Dediyimiz kimi, heç bir hasara falan birləşmir. Yəni, məsafət olduqca genişdir. Həm işıq gəlir, həm hava üçün ideal bir məsafəsi var. Və sondadır ki, sonda bir dənə belə bir digər yataq otağıdır, hörmətli izləyicilərim. Onu demək yadımdan çıxmışdı. Digər otaqlarda, yataq otaqlarda, qonaq otağında yer hissəsi laminatdır ya, onu qeyd edeyim. Və kombi xəttləri də o hissədədir. Və sonda sanitar qovşaq və hamam otağı. Aksesuarlarına qədər yığılıb, hər bir şey duş kabininə qədər mövcuddur. Gördüyünüz də bu ev üst hissəsində çək qardaşım zəhmət olmasa asma tavanına qədər mövcuddur. Səliqəli bir şəkildə quraşdırılıb və işlək vəziyyətdədir. Və sonda onu da qeyd edək ki, gördüyünüz bu evin sənədi paket kupçadır. Evin də torpağının çıxarışı mövcuddur. Qiymət də deyilir 148.000 manat start qiymətdir. Yəni, real alıcıya sahibi tərəfindən təbii ki, endirim var. Əlaqə nömrələrimizdə səhifəmizdə qeyd olub. Digər evlərlə, elanlarla tanış olmaq istəsəniz də səhifədən girib rahatlıqla izləyə bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.